Salam, hər vaxtınız xeyir olsun. Bugün riyaziyyat dərsliyində 4-cü sinif, 5-ci sinif, 6-cı sinif bu siniflərə aid bir mövzudan danışacağam. Deməli, bu mövzu nədir? Bu mövzu, yəni əslində belə bir mövzu yoxdur, amma ki, şagirdlərin çətinlik çəkdiyi bir hissədir. Deməli, yəni dərslikdə belə bir mövzu başlıq kimi çox da yoxdur. Amma toxunulması gerəkən bir şeydir. Bu nədir? Deməli, biz çox rəqəmli ədədlərdən burada söhbət gedir. Çox rəqəmli ədədlər əslində 5-ci sinifdə var. Ancaq ki, çox az toxunulur. Yəni, ona aid 1-2 dənə tapşırıq var. Çox rəqəmli ədədlərdə 2 vəziyyət var. Birinci və ikinci vəziyyət. Birinci vəziyyət nədir? Birinci vəziyyətdə ədəd yazılır. Məsələn, belə bir ədəd yazılır. Bunu oxumaq, yəni bunu necə oxunduğunu bilmək. İkinci məsələ isə ədəd sözlə yazılır. Məsələn, indi bu 5 buradakı 5-i belə də yazmaq olar da 5 milyon 33. Yəni bunun bir əhəmiyyəti yoxdur. Bu iki halda da bunu rəqəmlə yazmaq. Rəqəmlə yazmaq. Deməli, çox rəqəmli ədədlərdə dedik 2 dənə hal var. Birincisində ədəd verilir, bunu oxumağı bacarmaq. İkincisində isə ədəd sözlə verilir, yəni oxunuşu verilir, bunu rəqəmlə yazmaq. Yəni bu birincinin tərsi. Biz indi burada ikinci vəziyyətə baxasıyıq. Çünki müşahidələrim nəticəsində belə qənaətə gəlirəm ki, şagirdlərin əksəriyyəti birincini əsasən bacarırlar. Sondan 3-3 ayırmaq metodu ilə olsun, başqa metodlar ilə olsun, bunu bacarırlar. Amma çox şagirdin ikinci prosesdə, yəni oxunuşu verilən ədədi rəqəmlə yazmaq mövzusunda çətinliyi var. İndi bundan danışasıyıq. Deməli, biz bilirik ki, ədədlərdə mərtəbələr var, düzdürmü? Məsələn, bir dənə ədəd yazıram. Məsələn, bunu mən özüm 3-3 ayrı-ayrı yazdım. Çünki oxuyanda rahat olsun deyə. Biz bilirik ki, bunun oxunuşu necədir? 3-3 ayırsam, deməli, bu 235 milyon 867 min 462'dir, düzdür? Burada bunun deməli, bu sonuncusu təhlik mərtəbəsidir. 6 onluq, 4 yüzlük, 7 minlik, 6 10 minlik, 8 100 minlik, 5 milyonluq, 3 10 milyonluq, 2 də 100 milyonluqdur sinif mərtəbə olaraq. Burada məncə çox adamın problemi yoxdur. İndi gəldik əsas məsələyə. Baxın, biz deyirik ki, ədədi oxuyanda 3-3 qruplaşdıraraq oxuyuruq, düzdürmü? Bu 3-3 qruplaşdırmanın səbəbi odur ki, biz burada bilək, bu 3 dənə qruplaşdırma, bu adlanır təkliklər sinifi. İndi sinifləri öyrənəsik. Sondan ikinci 3 dənə adlanır minlik sinifi, minliklər sinifi. Ondan qabaqçı adlanır milyonluqlar sinifi. Ondan qabaq olsa milyardlıqlar və trilyonluqlar. Biz hələ ki 5-ci sinif səviyyəsində bu qədər sinifi öyrənsək kifayətdir. Deməli, böyükdən kiçiyə doğru düzsəm, deməli, birinci trilyonlar sinifi gəlir, trilyon, sonra milyard, sonra milyon, minlik sinifi və də təhlik sinifi. İndi deyə bilərsiniz ki, burada təhlik var idi, bir də onluq, yüzlük var idi. Onlar hara getdi? Baxın, bunlar sinifdir. Sinif başqa şeydir. Bu təhlik, onluq, yüzlük isə tamam başqa şeydir. Bu mərtəbə vahididir. Yəni bu mərtəbə. Bu əslində bu 3 dənə təhliklər sinifinin mərtəbə vahididir. Yəni ki, təhliklər sinifinin 3 dənə mərtəbəsi var. Bir də belə bir şey də deyim. Deməli, hər bir sinifin bütün hallarda hər bir sinifdə 3 dənə rəqəm olmalıdır. Məsələn, trilyonlar sinifində də 3 rəqəm olmalıdır, milyardlar sinifində də, milyonlar sinifində də, minliklər sinifində də, təhliklər sinifində də.
İndi məsələn deyə bilərsiniz ki, bəlkə burada 3 dənə rəqəm olan milyard deyilmir. Tutaq ki, deyilir 5 milyard. 5 milyard deyilirsə, mən necə bura 3 rəqəmi doldurmalıyam? O zaman 5-i mən hara qoymalıyam? Baxın, 5 qoymaq üçün 5-i sona qoyuram, əvvəlinə sıfırlar qoyuram. Olmayan ədədin, rəqəmin yerinə sıfır qoymağı qəbul eləməliyik. Bu belə. Deməli, hələ ki sinifləri bu şəkildə biz əzbərləməliyik ki, ən böyüyü, əslində trilyondan da böyüyü var. Amma ki, hələ ki bizim öyrəndiyimiz siniflər içərisində ən böyüyü trilyondur, böyükdən kiçiyə doğru. Sonra milyard, milyon, minlik və təkliklər sinifi. Dedik ki, hər bir sinifin 3 dənə rəqəmi yazmaq şansımız var hər bir sinifdə. Yəni, ən çoxu 3 dənə, ən azı neçə dənəsə yox. Bütün hallarda 3 dənə orada ədəd olmalıdır. Bütün hallarda. Sonra, deməli, bir də bir şey deyim ki, məsələn, tutaq ki, buraya yazmışam 5 trilyon. 5 trilyon yazıramsa, mən 5 trilyon yazmaq üçün trilyondan təkliyə qədər bütün siniflərin mərtəbələrini qeyd etməliyəm. Trilyon, milyard, milyon, minlik, təklik. Və yaxud da yazıb 15 milyon. Milyon. Baxın, milyonu tapıram, burada da milyon düzdür. Milyondan aşağıda olan siniflərin mərtəbələrini qeyd edirəm. Artıq milyondan yuxarıda olanlar mənə maraqlı deyil. Belə deyək. Burada da trilyondan aşağıdakılar əslində eləmişdik də ona görə. İndi bir dənə nümunə üstündə göstərsəm, məncə daha aydın başa düşülər. Bir də o sıralamanı bir də yazın buradan. Deməli, ən böyüyü trilyondur. Sonra milyardlar sinifidir. Milyonlar sinifidir. Minliklər sinifidir. Və də sonda da təkliklər sinifidir. Hər sinifdə dedik 3 dənə rəqəm olmalıdır. İndi baxaq. Məsələn, yazıram ki, 5 trilyon 72 milyon 83 min. Tutaq ki, belə bir şey yazdım. İndi burada nə edirəm? Bax, trilyonu yazmışam. Deməli, dedim ki, hansı mərtəbəni birincidirsə, ondan sonraki bütün mərtəbələrin adı çəkilməlidir. Olsa da, olmasa da. Burada məsələn, milyardın adı yoxdur. Ya da təhlik yoxdur. Amma ki, onlar yazılmalıdır. Deməli, trilyonda dedik ki, trilyonlar sinifində 3 dənə rəqəm şansımız var. Yazıram. Bu trilyon sinifinin rəqəmləri yazılası yer. Sonra, hansı sinif gəlir? Milyardlar sinifi, milyonlar sinifi, minliklər sinifi. İndi bu burada sığmadı. Bir dəqiqə belə bir şey eləyək. Deməli, trilyon, milyard, milyon, minliklər sinifi, bu da təkliklər sinifi. İndi deməli, bu oldu trilyon. Bu hissə oldu milyard. Necə bildik bunu? Trilyon verir bizə. Trilyondan sonra hamısını axıra kimi yazıram. Bu oldu minliklər sinifi. Bu oldu, yox, minliklər yox. Milyarddan sonra nə gəlir? Milyon. Milyonlar sinifi. Milyon. Bu oldu minliklər sinifi. Bu da oldu təkliklər sinifi. İndi qısa-qısa yazdım. İndi əsas məsələ. Yazanda nə edirik? Baxıram ki, burada 5 trilyon deyilir. 5 trilyon. Deməli, bu trilyon sinifinin 3 dənə rəqəminə mən necəsə 5 yazmalıyam. 5-i əgər bura yazsam, bu tərəfləri boş qalır. Baxın, bu 5-i yazmaq üçün mənim 3 dənə yerim var. O 3 dənə yerə mən sonradakı, məsələn, buraya 72-ni falan yaza bilmərəm. Olmasın. 5-i yazsam, bu tərəflərə məcbur 0 qoymalıyam. Bu isə 5 trilyon olmur. Baxın, 500 trilyon olur. 5-i yazmaq üçün belə eləsəm, bura qoysam. Deməli, buralara 0 qoymalıyam. Bu da 5 trilyon olur. Bu olur 50 trilyon. Çünki 5 yanında 0 50-dir. Amma mən 5-i bura qoysam, qabağına 2 dənə 0 qoysam. Məlum məsələdir ki, 5-in qabağında 2 dənə 0 oldu, 5 dənə 0 oldu, 100 dənə 0 oldu, 0 olmadı. Eyni şeydir. Bu oldu 5 trilyon. Sonra gəldi 72 milyon. Amma milyondan qabaq burada milyard var. Baxıram ki, milyard sinifinin adı çəkilmir. Yəni, mən bu ədədi oxuyanda 5 trilyon 72 milyon 83 min deyirəm. Burada milyardın adı çəkilmədiyinə görə milyardın aid olan 3 dənə rəqəmin hamısını 0 qoyuram. Çünki milyard yoxdur da, olmayan şey neyim yeməliyim?
Gəldim milyona. Milyonun da 3 dənə rəqəm şansı var. Milyonum nədir? 72 milyon. 72-ni necə yazım? Belə yazsam, bura 0 yazmalıyam. Bu olur 720 milyon. Belə yazmaq olmaz. Ona görə də mən 72-ni belə sona yazsam, əvvəlinə 0 qoysam daha məntiqli olar. Bu oldu 72. Sonra minlik neçədir? 83 min. Yenə 83 mində də bu şəkildə başa 0 yazıram, sonrasından 83. Təkliklər sinifində isə, baxın 83 mini yazdım, daha rəqəmim qutaldı. Deməli, burada mən 3 dənə 0 yazmalıyım. Təklik sinifində ümumiyyətlə yazılanda birazdan görəsiyik ki, məsələn necə yazılır? 83 min tutaq ki 105. Yəni bunun 105-dən sonra bir söz yazılmır. Bu sonuncu olan şey təklik sinifidir deyə bilirik. Burada amma elə bir şey yoxdur. Bu da belə. Sonra bu ədədin olduğu kimi yazıram. Burada indi 3-3 ayrılmış vəziyyətdə onu yan-yana yazıram bütün rəqəmlərini. 5, 1, 2, 3, 4 dənə 0, 72, 0, 83, 3 dənə 0. Bu mənim, bu ədəd oldu burada söylənən ədəd. İndi deyə bilərsiniz ki, bu başdakı 2 dənə 0 har oldu. Ümumiyyətlə, ədədin yalnız əvvəlində olan sıfırları silmək şansım var. Yalnız əvvəlində olan. Mən burada götürüb ortadakı bu sıfırı ya da bu sıfırı ürəyim istəyir deyə silə bilmərəm. Çünki onlar ortadadır. Baxın, mən bu sıfırı silsəm, burada bir dənə sıfır əksik olasın. Elə bir şey olmaz. Amma başdakı sıfırı silə bilərəm. Niyə? Çünki bu ədədin başında sıfır oldu ya da olmadı. Nə əhəmiyyət kəsb edir ki? Yəni, bir əhəmiyyət kəsb eləmir. Amma bütün siniflərdə 3 dənə ədəd, daha doğrusu 3 dənə rəqəm yeri mütləq olmalıdır. Bunu bu şəkildə yazmağa vərdiş edəndən sonra artıq rahatlıqla bu ikinci versiyada da yaza biləsiniz. Biləsiniz daha doğrusu. Bir dənə də nümunəyə baxaq. Məsələn, yazıram ki, 7 milyard 830 min 5. İndi burada yenə baxaq. Baxın, milyarddan başlayır. Deməli ki, mən milyarddan bu tərəfə bütün sinifləri yazmalıyam. Bu deməli milyard sinifinin yeri. Daha trilyonu yazmıram. Bu milyonlar sinifinin yeri. Bu minliklər sinifinin yeri. Bu da təhliklər sinifinin yeri. Baxın, bunu buradan baxıram. Milyard, milyon, minlik, təhlik. Buradan baxdım, yazdım. Hətta altına da yazım. Yəni, təzə-təzə yazanda bunu yazmaq lazımdır. Milyard, minlik, yox, yenə minlik yazdım. Milyarddan sonra milyonluqdur. Deməli, milyonluq, minlik və də nədir bu? Təklik. Yenə, baxıram. 7 milyard. Milyardın yeri buradır. Düzdürmü? 7-ni mən bayaq dedim ki, bura yaza bilmərəm. Ya da ortaya yaza bilmərəm. 7 deyilirsə, yazmalıyam hara? Sona, başına 2 dənə 0. 7. Bu oldu 7. Ortaya yazsam 70 olardı. Başa yazsam 700 olardı. Sonra milyon. Baxın, 7 milyar 830 min. 7 milyar 830 mində mən milyon kəlməsini söyləmədim. Olmayan bir şeyin yerinə də bayaq dedik ki, 0 yazırıq. Minlik. Min neçədir? 830. 830 özü elə 3 dənə rəqəmdir. Bunu olduğu kimi yazıram. 830. Təkliyim neçədir? 5. İndi mən bu 5-i necə yazım? Bura yazım, bura yazım. Necə yazım? 5-i də əgər ədəd təkdirsə, sona yazılır, əvvəlinə sıfırlar yazılır. Bu ədədi bu şəkildə 3-3-3 siniflərə yazandan sonra bütöv buradan başlayıb axıra kimi yazmaq olar. 7, yanında 3 dənə 0, 830, 0, 0, 5. Bu rəqəm, ədəd oldu burada bizdən istənən ədəd. Baxın, yenə bu başdakı 2 dənə 0-ı sildim, yazmadım. Çünki mən demişdim ki, başda olan sıfırlar silinə bilər. Yəni, əslində silinməlidir. Siz haradasa görmüsünüz, məsələn, belə bir şey olsun. Onu yazanda qabağına 0 yazaq. Və yaxud da 75 yazanda qabağına 2 dənə 0 qoyaq. Xeyr. Bu sıfırı sadəcə ki, sinifləri başa salmaq üçün yazdım ki, yəni hər bir sinifdə 3 dənə mərtəbə olmalıdır. Mən desəm ki, məsələn, milyard sinifində 3 dənə mərtəbə
olmaz. Burada olmaz, o birisində olar. Beyniniz qarışasıdır. Bütün siniflərdə 3 dənə rəqəm olmalıdır. Ancaq ki, burada birinci başlayanda olan sıfırları silə bilərik. Çünki başdakı sıfır bir məna kəsb eləmir. Necə ki, məsələn, mən deyirəm 0,3 ya da 0,03 ya da 3. Bu hamısı eyni şeydir. Bir dənə də yazaq. Deməli, məsələn, yazıram ki, 123 trilyon, əslində hamısı trilyon olur, trilyon yazmayasın bir dəqiqə. Milyon yazım. Milyon 52 min 74. Baxıram ki, bu hardan başlayır? Baxın, milyondan başlayır, düzdür mü? Milyondan başlayırsa, mən milyondan bu tərəfə doğru olan sinifləri düzəsiyəm. İndi hardan başladıq? Milyondan. Milyon burada, düzdür? Milyonun 3 dənə xəttini çəkirəm. Minliklər sinifinin və təkliklər sinifinin. Yəni, birinci hansı sözdürsə, həmin sinifdən başlayaraq, axıra qədər hamısını, bütün siniflərdən ötürü 3 rəqəmin olası xətləri çəkirəm. 123 milyon deyilir. Deməli, bu milyon sinifi idi. Altına tez yazam. Milyon. Sonra nə gəlir? Minlik. Yəni, o sinifin adı olsa da, olmasa da o yazılmalıdır. Təhlik. Çünki mən milyon sinifindən təklik sinifinə birbaşa keçə bilmərəm. Arada mini ötə bilmərəm. İndi 123 milyon deyilir. Deməli, milyon sinifinə mən 123 yazmalıyam. Burada bir problem yoxdur. 123-də də 3 dənə rəqəm var. Burada da 3 dənə rəqəmlik yer var. Bu bütün hallarda belədir bu arada. Sonra 52 min. 52-də 2 dənə rəqəm var. Burada 3 dənə yer var. Deyək ki, bu şəkildə yazılır. Təklikdə 74-dür. Bu da, yəni 74-ü belə yaza bilmərəm hər halda. Bu 740 olardı. Bunu necə yazırdıq? Başına 0, sonrası 74. İndi bunu belə ayrı-ayrı yazandan sonra qaralamadım. Tapşırıq dəftərimizi bu şəkildə səliqəli yaza bilərik. Bu ədəd də oldu. Burada bizdən istənən ədəd. Fikir verin, burada artıq əvvəlində 0 olmadığına görə 0-ı silməyə ehtiyac yoxdur. Amma məsələn, olsaydı əgər, silə bilərdik. Ən başdakı 0-dan söhbət gedir. Ədədin ən başındakı 0-dan, ortalardakı 0-lara qətiyyən deyə bilmərik. Deməli, baxın burada 5-ci sinifin dərsliyində səhifə neçədir? 15-ci səhifədə 5-ci tapşırıq var. Bu 5-ci tapşırığın A variantına baxasıyıq. Deyir ki, bu ədədləri yazın və artan sıra ilə düzün. Düzün, baxın bu hissə. Şərti buradadır. Bunu mən buraya yazmışam. Deməli, 1 trilyon 2. Onu birinci yazaq. Deməli, 1 trilyon 2. Bu dedik ki, belə də yazıla bilər, belə də yazıla bilər. Məsələn, 1 trilyon 2 bu şəkildə də yazıla bilər. Fərqi yoxdur, eyni şeydir. İndi, baxaq. Bayaq söylədim ki, mən burada trilyon varsa, həmin sinifləri bir dənə bura tez-tez düzün. Trilyon, sonra milyard, milyon, min, bir də nə? Təklik. Düzdür. Bu sinifləri sırayla bilməliyik. İndi trilyon deyirsə, deməli mən trilyondan təkliyə qədər hamısının xətlərini düzməliyim. Deməli, trilyonda 3 dənə xət var. Sonra nə gəlir? Milyard 3, milyon 3, min bir də təklik. İndi bunu necə edək? Ki, bizə problem yaratmasın. Bu minliyin sinifi, bu da təkliyin rəqəmləri. Bunu belə eləmək olar ki, indi buradan bunu bir də yazım. Deməli, birinci sinifimiz oldu trilyon. Sonra milyard. Bunu əzbərləməlisiniz. Bu arada hər dəfə indi mən yazıram, amma ki, bunu əzbərləmək lazımdır. Milyon, minlik və də təklik. İndi bu oldu. Baxın, başdakı 3 dənə oldu. Nəyin? Trilyon. Demişdim ki, trilyondan başlayırsa, trilyondan sonra axıra qədər hamısını yazıram. Bu oldu trilyon. Bu oldu milyard. Bu oldu milyon. Bu da oldu
minlik. Bu da oldu nə? Təklik. İndi 1 trilyon 2. Trilyonum nədir? Nədir? 1'dir, düzdür. Mən 1'i necə yazırdım? Bayaq dedim. Buraya yaza bilmərəm, düzdür? 0, 0, 1 şəklində yazıram. Axırda da görəsiyik ki, bu sıfırları silmək şansım var. 1 trilyon 2 deyiləndə mənim ağzımdan milyard, milyon, min kəlməsi çıxmır. 1 trilyon deyirəm. Sonra da 2 deyirəm. Yəni ki, neçəsə milyard, neçəsə milyon, neçəsə min deyimirəm. Ona görə də burada milyardda, milyonunda, minində bütün boşluqlarına 0 yazmaq haqqım var. Çünki milyard, milyon, min yoxdursa, onun yerinə 0 yazıram. Düşünə bilərsiniz ki, bu olmayan bir şeydirsə, bunu buradan silək getsin. Siləndə, axı biz o trilyon olmayasdı. Bir yanında 2 olasıdır, o da 12 olasıdır. Trilyon olması üçün burada ortada sıfırlar olmalıdır. Sonra 2. Bu 2 isə təklikdir. Düzdür. Mən bayaq dedim ki, təklik olanda sonda sadəcə rəqəm olur. Yanında bir sinif adı qeyd olunmur. Məsələn, 2, 5, 102, 100, necəsə. 2, bir dənə 2-dir da, bir dənə rəqəmdir. Bunu da yazıram 0, 0, 2 şəklində. İndi bu rəqəmi daha da gözəlləşdirsək belə yazıram. 1, 0, 0, 0, neçə dənə 0-dır? 9 dənə. Yəni bura 9 dənə, burada 2, 11 dənə 0-dır. Bu şəkildə. İndi deməli buranı mən artıq silə bilərəm. Çünki o birisi rəqəmləri də yazmaq lazımdır. Düzdür. Bunu qaldırdım yuxarı. Bu dursun burada. İndi keçdim o birisinə. 2 milyard 14'ə. 2 milyard 14. İndi 2 milyard 14. Baxıram milyarddan başlayır. Milyarddan bu tərəfə axıra kimi bütün sinifləri yazıram. Trilyon yoxdur, trilyon yazıram. Bu milyardın xətləri 3 dənə. Sonra milyonun, minliyin və də təkliyin. Altına da yazın. Milyard, milyon, min və təklik. İndi 2 milyard deyirəm. Düzdür mü? Bunu artıq bilirik. 2 milyardı 002 şəklində yazasıyam. Və 14. 14 bildik ki, bu təklikdir. Necə ki, burada 2 təklik idi. Ondan sonra heç bir sinif adı çəkilmir. Deməli, burada olası 014. 14'ü mən 14-0 kimi yaza bilmərəm. O zaman 140 var. Bu ortaya nə etməliyəm? Milyonla min sinifi yoxdur. O zaman olmayan bir şeyin də yerinə hər zaman nə edirik? 0 qoyuruq. Bu da oldu deməli. 2, 1, 2, 3, 4, 6, 7 dənə 0. 7 dənə 0 və 14. Bu da oldu mənim 2 milyard 14 ədədim. Bunu birinci bu formada xətlərlə yazıb başa düşəndən sonra aşağıdakı formada yaza bilərsiniz. Bir də onu da qeyd edeyim ki, burada 2'nin əvvəlində olan 2 dənə 0'ı silib yazdım. Yəni dedik ki, elə bir iş görə bilirik də, düzdür. Bu da oldu bu. İndi bunu yazdık, bunu da yazdık. 15 milyard 900 min. 15 milyard 900 min. Bunu belə yazdım ki, yer sığsın. İndi yine milyarddan başlıyor. Milyarddan təkliyə qədər hamısını yazasıyam. Bu milyardan 3 dənə rəqəmi, milyardlar sinifi, sonra milyonlar sinifi, minliklər sinifi və təkliklər sinifi. Hamısını yazdım. Çox əla, çox gözəl. İndi 15 milyard. Bir də altına da yazdım. Bu oldu milyard, milyon, min, bu 3 dənə və də təklik. 15 milyard deyilir. Deməli, mən bunu buraya yazmalıyım da 15'i, düzdür? Necə yazarım? Bilirik ki, 15 2 rəqəmli bir ədəddir. Ona görə də mən bu 2 rəqəmi bura 0,15 şəklində yazasıyam ki, 15 olsun. Axı 15'in qabağında 0 olanda yenə 15 olur, ona görə. Milyon. Milyon burada yoxdur. Milyard var, min var. Milyon yoxdursa onun yerinə 0 yaza bilərəm. Min nədir? 900 min. 900'də onsuz ki 3 dənə 0 var. Yazıram 900 min.
Təkliyim yoxdur. Təklik, baxın buradakı məsələn 14, 2 kimi. Amma burada yoxdur. Deməli, olmayan bir şeyin də yerinə hər zaman nə yazıram? 0 yazıram. Bu ədəddə olur bu formada. Deməli, başdakı 0-ı silə bilərəm. Deməli, 15, 0, 0, 0, 9, 0, 0, bir də axırdakı 3 dənə 0. Bu da oldu mənim 15 milyard 900 minim. İndi bunu da buradan silək. Və bunu qaldıraq bu tərəf. Oldu mu? Oldu. İndi keçdik ən sonuncu olan 10 trilyona. 10 trilyon. Trilyon. Baxın, trilyondan başlayır. Trilyondan təkliyə qədər hamısının sinifini düzürəm. Deməli, trilyonun sinifi, milyardın sinifi, milyonun sinifi, minillik sinifi və də təklik sinifi. Hamısını düzdür. İndi altına yazaq. Bu trilyondur. Bu milyarddır. Bu milyondur. Bu mindir. Bu da təklikdir. İndi baxıram. Misalım mənim 10 trilyondur. 10 bilirik ki, 2 rəqəmli bir ədəddir. Trilyon yerinə onu necə yazıram? 0, 10 şəklində. 10 trilyondan başqa milyard, milyon, min təklik yoxdur. Düzdür, 10 trilyon deyirəm və dayanırım. Başqa bir şey yoxdur. Deməli, bu olmayan siniflərin hamısının 3 dənə rəqəminin yerinə mən sıfırları düzməliyəm. Bu da oldu 10 trilyon. Yazanda da bu başdakı sıfırı silə bilirik səhərdən də dediyim kimi. Bu da oldu 10 trilyon. İndi deyir ki, buradakı tapşırığın şərtində deyilirdi ki, artan sıra ilə düzün. Artan sıra ilə düzək. Deməli, burada belə eləyək. Baxıram ki, məsələn, bunu A variantı kimi işarə edeyim, bunu B, bunu C, bunu da D. İndi artan sıra məlum məsələdir ki, azdan çoxa deməkdir, düzdür? Ən azı, baxıram burada trilyon, trilyon, hər halda ən az olmaz. 2 milyard var, 15 milyard var. Düzdürmü? Hər halda 2 milyard ən az olar. Deməli, B ən azıdır. Daha sonra milyard olan 15 milyarddır. C, bundan bunu yazdım. Qaldı trilyonlarım. 1 trilyon, 10 trilyon. Hər halda azdan çoxa doğru düzəndə 1 trilyon 10 trilyondan daha azdır. Deməli, A və də D. Deməli, mənim artan sıram oldu bu formada. 2 milyard, 15 milyard, 1 trilyon, 2 və 10 trilyon. İndi bunu davamlı oxumadım. 2 milyard 14, birincidir. 15 milyard 900 min, ikincidir. 1 trilyon 2, üçüncüdür. 10 trilyon da dördüncüdür. Artan sıramdır. Bu şəkildə. İndi mən burada bu yazılışlarımdan oxuyub müqayisə elədim. Amma əslində biz bunu rəqəmlə yazdıqdan sonra rəqəmə baxıb müqayisə eləməliydik. Sadəcə mən asan olsun deyə belə elədim. Bunu hardan bilik? Baxın, trilyon milyarddan öncədir. Deməli, trilyon milyarddan böyükdür. Milyard milyondan böyükdür. Milyon mindən böyükdür. Min də təklikdən böyükdür. Ona görə mən bildim ki, trilyon olanlar milyardlardan böyükdür. Həmçinin də 2 milyard 15 milyarddan daha kiçik olasıdır. Ya da 10 trilyon 1 trilyondan daha böyük olasıdır. Bu sondakı ikini təklikdir deyə çox da diqqətə almadım. Amma təbii ki, almaq lazımdır. Deməli, bu da belə. Ümid edirəm ki, faydalı bir video oldu, izah oldu. Deməli, burada bu şəkildə bir tapşırıq qoymuşam, 4 dənə. Deməli, birinci hissədə də A və B variantı var, ikinci hissədə də A və B variantı var. Bu tapşırıqları yazdıqdan sonra bunu artan sıra ilə, bunu isə azalan sıra ilə düzməyinizi istəyirəm və rəy hissəsində qeyd etməyinizi istəyirəm ki, görək daha yaxşı başa düşdünüz. Sağ olun. Gələn videolarda görüşürüz.